Avropanın İSKİ Hava Tədqiqatları Mərkəzinin model proqramlarının son məlumatlarının təhlillərinə əsasən, xüsusilə də artıq may ayının birinci həftəsi ərzində Türkiyə ərazisində hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində yanğınların xeyli artması gözlənilir. Artıq may ayının birinci 10 günün sonlarına doğru isə Azərbaycan ərazisində hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Çünki Qaradəniz ərazisindən və Aralıq dənizindən daşınan rütubətli havanın artıq Qafqaz ərazisinin soyuq hava ilə toqquşması fonunda may ayının artıq 4-dən başlayaraq Azərbaycan əksər rayonlarında yanğınların intensiv olması ehtimalları var. Nəticədə çaylardakı sululuğun bir qədər artması gözlənilir. Artıq iqlim dəyişikliyi nəticəsində region ərazisi əvvəlki dövrlərdə əgər isti hava dalğalarının təsiri altında tez-tez qalırdısa, artıq 2026-cı ildən başlayaraq region ərazisi, Qafqaz ərazisi xüsusilə də artıq tez-tez soyuq havanın təsiri altında qalır və bu soyuq hava da rütubətli havalarla toqquşaraq Qafqaz ərazisində yanğının bir xeyli artması səbəb olur. Ümumilikdə may ayının həm birinci 10 gününün sonlarına doğru, həm də mayın ikinci və üçüncü 10 günlüyündə də Qafqaz ərazisində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Həm də başda da küləklərin tez güclənməsi nəticəsində bir günlük, 2 günlük mülayim hava şəraitindən sonra hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yanmayacaq.